Salam, hər vaxtınız xeyir olsun. Bugün 30 dəqiqəyə hazır olan karamelli, çox dadlı, böyük ballı tort resepti bölüşürəm. Öncə qazana 300 qram bal əlavə edib ocağı açıb balı əridirəm. Bal əridikdən sonra üzərinə 2 çay qaşığı soda əlavə edib bunların rəngi dəyişib karamel rəngi alana qədər ocağın üzərində bişirirəm. Balın rəngi gördüyünüz kimi dəyişib, yenə də istədiyim rəngdə deyil, biraz tündləşənə qədər yenə bişirəcəm. Balın rəngi istədiyim qədər tündləşib. Bu yerdə üzərinə 300 qram kərə yağı əlavə edib, kərə yağını da əriyənə qədər qarışdırıram. Ballı qarışım hazırdır. Ocağı söndürüb qoyuram balın qaynarlığı keçsin. Digər tərəfdə 8 ədəd yumurtanı qaba əlavə edirəm. Üzərinə 2 stəkan şəkər tozu əlavə edib bunları köpürüb ağarana qədər qarışdırıram. Yumurtayla şəkər tozunu köpürüb ağarana qədər qarışdırdıqdan sonra üzərinə ballı qarışımı əlavə edirəm. Ballı qarışımı tam soymayıb, biraz istidir. Bunu da tam həll olana qədər qarışdırıram. Üzərinə 4 stəkan un əlavə edirəm. 1 paketdə qabartma tozu əlavə edib bunları da tam həll olana qədər qarışdırıram. Xəmir də hazır olduqdan sonra yağlı kağız sərdiyim soba listinə əlavə edirəm. Korjlar eyni olsun deyə hər birinin xəmirini eyni qabdan əlavə edirəm. Xəmiri listin hər tərəfinə yayıb öncədən isitdiyim 180 dərəcəlik sobada 10-12 dəqiqə bişirirəm. Krem hazırlayıram. 5 xörək qaşığı şəkər tozunun üzərinə 5 xörək qaşığı qarğıdalı nişastası, 1 litr süd, 2 ədəd yumurta əlavə edib qarışdırıram. Ocağın üzərində qatlana qədər bişirirəm. Əlimi dayandırmadan bişənə qədər qarışdırıram. Krem bişdi artıq. Başqa bir qaba əlavə edib üzərini örtüb soyuyana qədər saxlayıram. Krem soyduqdan sonra üzərinə vanilin 300 qram, otaq istisində yumşalmış kərə yağı, 1 banka qatlaşdırılmış süd əlavə edib bütün ərzaqlar birləşənə qədər qarışdırıram. Krem də hazırdır. Çox gözəl, dadlı, havalı, yüngül krem alınır.
Korjlar da hazırdır. Kenarını kesip düzleştirirəm. Kenarından çıxan biskvitləri də rondodan keçirdib üzəri üçün ovunda edirəm. Üzərinin ovuntusu da hazırdır. Başlayıram tortu yığmağa. Qatları kremləyib üst-üstə yığıram. Üzərinə də hazırladığım ovuntudan əlavə edirəm. Tort hazır olduqdan sonra 4 saat saxlayıram. 4 saat saxladıqdan sonra dilimlərə ayıra bilərsiniz. Bu kremlə çox tez yumuşalır ballı tort. Mən 4 saat saxlamadım. 2-3 saat saxladıqdan sonra dilimlərə ayırıram. Böyük ballı tort istəyirsinizsə, bu reseptlə hazırlaya bilərsiniz. Xəmir yoğurmadan, yaymadan, az əziyyətlə 30 dəqiqənin içində hazır olan çox möhtəşəm ballı tort alınır. Bu kremlə də ballı tortunuz çox ləzzətli alınacaq. Həm tez yumuşalır, inanın ki, həm də ən ləzzətli ballı tort üçün kremdir. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Tortun hazır şəklinə də baxa bilərsiniz. Ən karamelli, inanın ki, dadına doyulmayan bir tort alınır. Bu reseptlə mütləq yoxlayın. Çox bəyənəcəyiniz bir resept olacaq. Yeni videolarda görüşənədək sağ olun.